Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi AİDA tərəfindən Küveyt Elmi Tədqiqatlar İnstitutunun və Dövlət Neft Akademiyasının neftin, qazın, geotexnoloji problemləri və Kimya Elmi Tədqiqat İnstitutu ilə birgə neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar mövzusunda 5-ci ixtisas artırma kursu keçirilir. Tədbirdə 10 ölkədən 20-yə yaxın mütəxəssis iştirak edir. Təlimlərdə Azərbaycanın neft üzrə aparıcı alimləri ilə yanaşı tanınmış beynəlxalq ekspertlər çıxış edərək təcrübə mübadiləsi aparıb. Çıxış edənlər bildirib ki, tədbir artıq kurs formatına aşaraq neft-qaz sahəsində beynəlxalq elmi əməkdaşlıq platformasına çevrilməkdədir. Tədbirin sonunda əməkdaşlığın genişləndirilməsi və birgə elmi tədqiqatların aparılması üzrə bir sıra anlaşma memorandumlarının imzalanması gözlənilir. Latin Amerika, Afrika və Asiyanın aparıcı neft hasil edən, inkişaf edən dövlətləri dəvət eləmişik. Aparıcı, deməli, elmi işçiləri Azərbaycana gələrkən həm tədris ixtisas artırma kursunda iştirak edirlər, həm də ki, bir-biri ilə elmi əməkdaşlığı qururlar.